Xalid dayı çağırdı bizi. Dedi ki, artıq mən işi də beyət eləyirəm. Siz də beyət eləməlisiniz. Oturub fikir eləyirdi ki, mənə nə vaxt sıra gələcək, mən gedib özümü partladacam. Saat hardasa bir 12 saat olardı. Durğuzlar ki, 3 nəfər tutub gətiriblər, əsir infaz eləyəcəklər, yəni edam eləyəcəklər. Özləri məcbur eləyir ki, ya döyüşməlisən, ya da ki, buradan dönüş yoxdur. Cəlladdan müttəhimə psixoloji metamorfozun anatomiyası. 2013-cü ildən başlayaraq Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi məlumatına görə təxminən 900 Azərbaycan vətəndaşı Suriya və İraqdakı silahlı qruplaşmalara böyük əksəriyyəti işdə qoşulub. Onlardan 300-dən çoxu döyüşlərdə həlak olub, 151 nəfər vətəndaşlıqdan məhrum edilib, 82 nəfər isə ölkəyə qayıdarkən məhkəməyə cəlb olunub. Həmin şəxslərin və onların ailələrinin simasında müşahidə olunan bir psixoloji fenomeni araşdırmaq çox maraqlı olardı. Kontekstdən asılı əxlaqi şuur. Yəni, eyni insanın eyni hərəkətlərə görə fərqli mühitlərdə kəskin şəkildə fərqli mənəvi mövqe tutması. Xilafət ərazisində kəsilən başlar, sürətlə dağılan və dini əsaslarla kəbin siğə ilə qurulan yeni ailələr, sonra Bakı məhkəməsindəki peşmanam bəyanatları. Bu üç fazanın arasındakı keçidi izah etməyə nə ideologiya, nə də sadəcə yalan güc tapa bilər. Müharibə psixologiyasının yaxşı sənədləşdirilmiş, lakin az adamın adını qoyduğu bir mexanizm var. Araşdırmağa çalışmışıq. Suriyaya gedən Azərbaycanlı döyüşçülər haqqında ilk hesabatlar 2013-cü ilin mayında peyda olmağa başladı. Onların böyük əksəriyyəti Səudiyyə Ərəbistanı kökənli Sələfi təriqətinin tərəfdarı idi. Bu əsasən Şiə əhalisinin üstünlük təşkil etdiyi Azərbaycanda azadlıqda qalan, lakin Sumqayıt kimi sənaye şəhərlərində nisbətən güclü olan bir dini cəryandır. Sofra Binəşlinin araşdırmasına görə gedənlərin çoxu ölkənin iqtisadi cəhətdən zəif inkişaf etmiş bölgələrindən idi və Sumqayıt Bakıdan yarım saatlıq məsafədə yerləşən sənaye şəhəri olaraq Sələfilərin mərkəzi kimi tanınırdı. Tədqiqatçıların bildirdiyinə görə bu fenomen əslində yeni deyildi. Hələ 1999-2013-cü illər arasında media monitorinqinə əsasən təxminən 250 Azərbaycanlı Əfqanistan və Pakistandakı döyüşlərə qoşulmuşdu. Onlardan 23-ü öldürülmüşdü. Suriya müharibəsi sadəcə bu axının istiqamətini dəyişdi və miqyasını qat-qat artırdı. Maraqlıdır ki, akademik hesablamalara görə müsəlman əhalisinin nisbi sayına görə hesablandıqda Azərbaycan işidə qoşulma baxımından Misir və Əlcəzair kimi ölkələrdən belə öndə yer alırdı. Ölkənin dünyəvi və əksərən qeyri-müsəlman statusu daşmasına baxmayaraq baş verən bir paradoks idi. Psixologiyada icazə strukturu anlayışı insanın normal şəraitdə qəbul edilməz hesab etdiyi davranışı, müəyyən institusional və ideoloji çərçivə daxilində özünə icazə verməsini izah edir. Xilafət ərazisində bu struktur tam idi. Zorakılıq sadəcə cəzasız deyildi. İnstitusional şəkildə mükafatlandırılırdı. Döyüşçü statusu, qənimət paylanması, sosial status yüksəlişi olaraq. Sofrepin sənədləşdirdiyi kimi, sabiq güləşçi Rəşad Baxşəliyev kimi tanınan idmançılar ailələrini özləri ilə Suriyaya apararaq yeni xilafət dövründə həyat qurmağa çalışırdılar. Təsəvvür edin ki, Azərbaycan çempionu olasan, İsmayılıda güləş üzrə dərslər verəsən və qəflətən qadınınla körpə qızını da yanına alaraq Suriyada IŞİD güclərinə qoşulasan və qısa müddət sonra öldürüldüyü xəbərin gələ. Şübhəsiz ki, bu müddətdə onun terrorçu şəbəkə daxilində törətdiyi cinayətlər, ölümü və ölümündən sonra həyat yoldaşı ilə qızının bəlli olmayan aqibətə sürükləyən həyatın, inancın motivasiyası 12 il keçsə də əsas sual kimi qalmaqdadır. Kim üçün, nə üçün və dəyərdirmi? Psixologiya deyir ki, bu faza zamanı qəddarlığın, başkəsmələrin, kütləvi edamların, kölə bazarlarının psixoloji funksiyası bir mənalıdır. Qrup sədaqətini sınamaq, geriyə dönüşü qeyri-mümkün etmək və yeni gələn döyüşçünü əvvəlki həyatından, o cümlədən əvvəlki əxlaqi çərçivəsindən tam ayırmaq. Hərbi psixologiyada bu moral disengagement adlanan hələ 1990-cı illərdə psixoloq Albert Bandura'nın nəzəri çərçivəyə saldığı bir prosesdir. İnsan öz hərəkətinin əxlaqi nəticələrini yerdən qiymətləndirərək, qurbanı insanlıqdan çıxararaq və məsuliyyəti difuziya edərək zorakılığı öz daxili əxlaq sistemi ilə uyğunlaşdırır. Beləliklə, Suriyadakı Azərbaycanlı döyüşçü başını kəsdiyi insana baxarkən özünü cəllad kimi yox, haqlı tərəfin əskəri kimi görürdü. Turkish World Agentliyinin
2024-cü il yanvar tarixli reportajına görə 1983-cü il təvəllüdlü Kamran Zülfiqarov 2013-cü ildə Azərbaycandan çıxaraq Suriyadakı silahlı münaqişəyə qoşulmuş, 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından və ölkəyə qayıtmaq hüququndan məhrum edilmişdi. Lakin o qanunsuz yolla ölkəyə daxil olub, Dövlət Təhlükəsizlik Xidmətinin araşdırması nəticəsində gizləndiyi yerdə tutulub, Sumqayıt Ağır Cinayətlər üzrə məhkəməsində mühakimə olunub. Suriyada yaradılmış qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunan 41 yaşlı Kamran Zülfiqarovun məhkəməsi başa çatıb. Qafqazinfonun əldə etdiyi məlumata görə cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məlumat üçün deyək ki, Kamran Zülfiqarov 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından çıxarılıb. Onun Suriyadakı cinayətkar fəaliyyəti isə 2013-cü ilə əhatə edib. Sonradan əməllərindən peşman olaraq gizli yolla Azərbaycana gələn Zülfiqar Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatçıları tərəfindən müəyyən edilərək tutulub. Ona qarşı Cinayət Məcəlləsinin qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratmaq, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə maddəsi ilə yekun ittiham elan edilib. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, məhkəmədə əvvəl dediklərindən fərqli ifadə verib. İstintaq vaxtı ifadəsində deyib ki, Suriyada təlimlərdə iştirak edib. Həmin ölkənin Haritan şəhərində Xalid Dayı dini ləqəbli Mədəlov Rövşən Kitaboğlu'nun rəhbərlik etdiyi Xalid Dayının Cəmaatı adlı qanunsuz silahlı qruplaşmanın üzvü olub. Xalid Dayı deyə ləqəbli bir şəxs var idi. Onun cəmaatının yanında qalırdım. Bir gecə bizi durğuzdular, saat hardasa bir 12 zad olardı. Durğuzdular ki, 3 nəfər tutub gətiriblər, əsir infaz eləyəcəklər, edam eləyəcəklər. Təriqətlər çox idi, elə qruplar. Yəni Livay Tövhid, Əhrar-ı Şam, Zəhbətül Nusra, İşid, qarışıq idi orada. Elə oldu ki, Xalid dayı çağırdı bizi. Dedi ki, artıq mən İşidə beyyət eləyirəm. Siz də beyyət eləməlisiniz. Amma sonradan Xalid dayı ilə arası pisləşdiyi üçün sonuncu onu İşidə həbs etdirib. 2 ay sonra o həbsdən buraxılaraq gizli yollarla Türkiyəyə qaçıb. Kamran bir neçə il Türkiyədə yaşadıqdan sonra tırın altında gizlənməklə qanunsuz yolla Azərbaycana keçib. Məlum olub ki, Kamran Zülfiqarov Suriyaya həyat yoldaşı və uşaqlarını da aparıbmış. Kamrandan fərqli olaraq həyat yoldaşı başlarına gələnləri ətraflı danışıb. Stat. Kamranla əvvəl Xırdalanda yaşayırdıq. Həmişə dinə bağlı insan olub. Deyirdi ki, Suriyada döyüşüb şəhid olmaq istəyir. Sonra istəyini reallaşdırmaq qərarına gəldi. Mən əvvəl qorxsam da razılaşdım. Əvvəl Türkiyəyə, oradan da Suriyaya getdik. Orada bizi Xalid dayının cəmaatının rəhbəri kimi tanınan Xalid dayı qarşıladı. Bundan sonra Kamran cəmaatla birgə postlara çıxmağa başladı. Yadıma gəlir, Kalaşnikov markalı silahı var idi. Bir müddət sonra Kamran yoxa çıxdı. Xalid dayı onun öldürüldüyünü dedi. Amma 2 ay sonra Kamran evə qayıtdı. Bundan sonra Türkiyəyə qaçdı. Bir neçə il orada yaşadı. Günlərin birində təcili tibbi yardım çağırdıqdan sonra ölkədə qanunsuz yaşadığımız aşkar edildi. Bundan sonra mən uşaqlarımla birgə deport edilərək Azərbaycana qayıtsaq da Kamran deport edilməkdən yayınaraq orada qaldı. Bir müddət orada tək yaşadıqdan sonra o da Azərbaycana qayıtdı. Statın sonu. Təqsirləndirilən şəxsin anası da şahid qismində ifadə verib. Şahid oğlunun işidə qoşulduğunu bilmədiyini deyib. Valideynin sözlərinə görə oğlu inanıb ki, Suriyaya köçüb oradan cənnətə gedəcək. Şahid oğlunun cihad üçün getdiyini, lakin sonradan peşman olduğunu söyləyib. Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti dəlil və sübutları tədqiq etdikdən, şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsin verilmiş ittihamla cəzalandırılmasını qanuna uyğun hesab ediblər. Qeyd edilib ki, təqsirləndirilən şəxsin əməli Suriya Ərəb Respublikasında da cinayət hesab olunub. Hökmə əsasən Kamran Zülfiqarova 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. O cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkəcək. Qeyd edək ki, Kamran Zülfiqarov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılır.
saxlanıldıqdan sonra istintaq dövründə etiraf videosu yayılmışdı. Bu kimi hallarda məhkəmə prosesinin son mərhələsində eşidilən peşmanam ifadəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin sinaqoq terror sui-qəsdi ilə bağlı ayrı bir işdə 18 yaşlı Abdullah Əliyevin son sözündə dediyi kimi çox vaxt sırf prosesual hiylə kimi qiymətləndirilir. Lakin psixoloji baxımdan reallıq daha mürəkkəbdir. Sosial psixologiyada Leon Festingerin 1957-ci ildə formalaşdırdığı kognitiv dissonans nəzəriyyəsi bu keçidi izah etmək üçün ən güclü çərçivədir. İnsan iki ziddiyyətli, mən zorakılıq etdim və mən pis insan deyiləm idrak vəziyyətini eyni vaxtda saxlaya bilmir. Bu dözülməz psixoloji gərginlik yaradır. Xilafət mühitində bu gərginlik xaricdən gələn icazə strukturu ilə həll olunurdu. Şəxs öz hərəkətini haqlı elan edən bir reallıqda yaşayırdı. Deməli, daxili ziddiyyət yox idi. Həmin icazə strukturu kəskin şəkildə yox olduğu anda, yəni şəxs Azərbaycan həbsxanasının kamerasında ailəsindən, müharibə yoldaşlarından, ideoloji təbliğatdan tam təcrid olunmuş vəziyyətdə oturduğu zaman köhnə beyin artıq dissonansı saxlaya bilmir. Yeni mühit, Azərbaycan hüquq sistemi, ailə, doğma cəmiyyət fərqli bir əxlaqi referens nöqtəsi təklif edir və insan bu yeni nöqtəyə uyğunlaşaraq köhnə hərəkətini indi səhv kimi yenidən çərçivələyir. Bunun səmimi ola bilməsi əslində fenomeni daha narahat edici edir. Yox, daha rahatladıcı. Bu deməkdir ki, insan əxlaqi mövqeyini sabit daxili kompasdan çox ətraf mühitin təklif etdiyi icazə strukturundan götürür. Xilafətdə haqlı döyüşçü idi, çünki mühit ona bunu təsdiqləyirdi. Bakı kamerasında peşman müttəhimdir, çünki indiki mühit bunu tələb edir. Hər iki halda eyni insan fərqli sosial güzgüyə baxaraq fərqli əxlaqi kimlik görür. Bu psixoloji metamorfozun ən kəskin qurbanları paradoksal şəkildə özləri heç bir cinayət törətməyən insanlardır. Döyüşçülərin arvadları və uşaqları. Azərbaycan Xarici İşlər Nazirliyinin 2026-cı il iyun ayında yaydığı rəsmi məlumata görə ölkə hökumətinin mərhələli tədbirləri nəticəsində elə iyun ayının 7-sində, 9-da və 11-də Suriyadan 23 nəfər Azərbaycan vətəndaşı, 7 qadın və 16 uşaq ölkəyə repatriasiya olunur. Bu siyahıda bir kişi belə yoxdur. Bu statistik təsadüf deyil. Bu nümunədir ki, kişilərin əksəriyyətinin artıq həlak olduğunu yaxud həbsxanada qaldığını göstərən bir göstəricidir. Xarici İşlər Nazirliyinin məlumatına görə repatriasiya prosesi Azərbaycanın Suriya və Türkiyədəki səfirlikləri, o cümlədən İstanbuldakı baş konsulluğu tərəfindən əlaqələndirilib. Repatriantlara ilkin tibbi və psixoloji müayinə aparılıb, sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya tədbirləri nəzərdə tutulub. Bu uşaqların çoxu beynəlxalq təcrübəyə əsaslanan müqayisəli mənbələrə görə xilafət ərazisində doğulub, atalarının törətdiyi zorakılığın nə təbliğatçısı, nə də qurbanıdırlar. Sadəcə təsadüfi şahid olublar. Wilson Center'ın araşdırmasına görə dünya üzrə təxminən 65.000 IŞİD ailə üzvü hələ də Suriya və İraqdakı düşərgələrdə saxlanılır və az saylı ölkə öz vətəndaşlarını geri qaytarmağa razılaşır. Çünki hər bir hökumət eyni sual qarşısında qalır. Kontekstdən asılı əxlaqı necə yenidən proqramlaşdırmaq olar? Finlandiyanın sabiq səfiri Jussi Tanner'in 2021-ci ildə Origin Policy jurnalına dediyi kimi ilk repatriasiyalar siyasi baxımdan çox-çox zəhərli qarşılanıb. Lakin sonrakı təcrübə göstərib ki, ictimai reaksiya get-gedə yumşalır. Bu da əslində cəmiyyətin özünün də analoji bir psixoloji uyğunlaşma prosesindən keçdiyini göstərir. Lakin risk bir tərəfli deyil. NPR-in reportajına görə ekspertlər xəbərdarlıq edir ki, düşərgələrdə qalan uşaqlar nə qədər çox qalsa, bir o qədər çox ideologiyaya alışma riski artır. Yəni icazə strukturunun əksi də doğrudur. Əgər uşaq xilafət mühitində uzun müddət qalarsa, onun əxlaqi kompası get-gedə daha çox o mühitin normalarına uyğunlaşır. Bu kontekstual əxlaq mexanizminin qılıncının iki tərəfini göstərir. Eyni proses insanı həm zorakılıqdan geriyə, həm də zorakılığa doğru apara bilər. Asılı olaraq hansı mühitin daha uzun və daha intensiv təsir göstərməsindən. Əziz Əlibəyli, Namiq Abbasov, Today Press TV.